İlk dəfədir ki, bir restoranda səhər yeməyinə daxil olan hər şeyin limitsiz verildiyini gördüm. Deməli, o gün Yasamalda yerləşən Başkənd restoranına getdik. Burada 2 nəfərlik səhər yeməyinə nələr daxildir, gəlin göstərim sizə. Deməli, un məmulatlarından başlayım. Simit, pankek, tost, börək, piroqlar, ayrıca çörək, çox ləzzətli pendirli göyərtili pide. Səhər menyusunun klassikası: 2 cür yağ, 3 növ pendir, bal, qaymaq, şor, el arasında skuşonu dediyimiz qatılaşdırılmış süd, şokolad yağı, mürəbbə və s. Ayrıca meyvə-tərəvəz səbəti, sasis qızartması, kalbasa, zeytun, isti yeməklərdən pomidor yumurta öz yerində. Bir də qaynadılmış yumurta və omlet var, bunlardan birini seçə bilərsiniz. Yəni 3 isti yeməkdən ikisi təqdim olunur. Bir sözlə, bax belə bol çeşidli bir menyu təklif eləyirlər. 2 nəfərlik bu səhər menyusunun qiyməti əslində 35 manatdır, amma aprelin sonuna qədər 30 manatdan verilir. 5 yaşa qədər uşaqlara pulsuzdur. 5-10 yaş arası uşaqlar üçün 50% güzəşt var. 10 yaşdan yuxarı hər əlavə şəxs üçün 15 manat ödənilir. Bu səhər menyusunun ən böyük fərqi masada gördüyünüz hər şeyin limitsiz olmasıdır. Biz Başkəntin Yasamalda Şərifzadə küçəsindəki filialında oturmuşduq. Buranın keyfiyyəti normal və yaxşıdır. Yəni illərin başkəntidir, bilənlər bilir, əlavə tərifə ehtiyac yoxdur. Pomidor yumurtanı çox bəyəndim, ona görə də onu tək başına əritdim. Bir də hər şey limitsizdir deyə adam rahat yeyir. Bilirsən ki, ürəyin istəsə yenə deyəcəksən, gətirəcəklər. Simitlə skuşonunun tandemi isə çox möhtəşəm kəşf oldu mənim üçün. Ailəlikcə yaxud dostlarla səhər yeməyinə məkan axtarsaz, məncə buranı yadda saxlayın.